Salam dostlar, her vaxtınız xeyir olsun. Dünən bir başka bir vlog çekmiştim, onu bağladım. Bugün de dedim ki yeni bir vlog açım. Mikrofon almıştım, sizinle de paylaşmıştım. Yani kutu açılımını eləmişdi ama böyle mikrofon sözünü çok da hoşuma gelmedi. Ona göre bugün bunu qaytarmaya gedirəm. Allah'tan kutusunu da koymuştum. Burada çok rahattı neyse qaytarmaq. Yani Amazon'dan ya da ki başka belediğimden markalardan başka yerlerden aldığınız şeyleri ya poçta ya UPS'e ya da ki burada bir mağaza var, Kohl's diye bir mağaza var. Oraya qaytarasıyam. Yani Amazon 2 tane şey teklif verir. Bir o mağazanı bir de ki UPS'i teklif elədi. Ben de oranı seçtim. Şimdi oraya gedirəm qaytarmağa. Dedim bunu da paylaşım ki belki teze gelmiş olanlar olabilir, Amerika'ya teze gelenler olabilir. Belki bu məlumatı bilmezler. Burada beğenmediğiniz, uygun olmayan bir şeyi qaytarmaq çetin değil. Yani sizi çok gözletmirlər. Size bir QR kod gönderirler. O QR kodla gelirsiniz, orada gösterirsiniz ve bu kadar. Sonra da Amazon ya da diğer mağazalar size ödenişi geri qaytarırlar. Hele ki burada saxlayayım. Kohls'a çatdım. Burada Sephora da var. Ve bunun içindedir. Sephora. Böyle. Göğünüzüne bakın. Dostlar burada ise gördüğünüz gibi güzel baby shower düzenlenip təşkil olunub. Bəzilərinizə maraqlı gələ bilər. Burada mənim ən çox xoşuma gələn cəhətlərdən biri odur ki, uşaq hələ doğulmazdan öncə qeyd olunur. Hədiyyələr də elə o vaxt verilir. Yəni uşaq dünyaya gəlməzdən sonra yox, əvvəlcədən verilir. Bəzən bu mərasimlər ana namizədinə sürpriz kimi təşkil olunur. Bəzən də anaların xəbəri olur. Ama her iki halda çok güzel atmosfer olur. En hoşuma gelen hissesi ise odur ki ana ve ev sahiplerine hiçbir çetinlik yaratılmır. Herkes gelende özü pişirip getirir, paylaşır. Biz öz aramızda bölüşüp hazırladığımız yemekleri yaparmıştık. Gördüğünüz gibi çok güzel ve bol çeşitli masa hazırlanmıştı. Herkes istediğini öz kabına koyurdu. Sonra oyunlar oynanıldı. Çok güzel düzenlenmişti, organize edilmişti. Oyunlar çok maraqlıydı. Her şey belə gözəl, əyləncəli və səmimi keçdi. Bir maraqlı detal da budur ki, dostlar, burada kiminsə toyu ya da uşağı olanda xüsusi hədiyyə siyahısı yaradılır. O siyahıda ailənin nəyə ehtiyacı varsa, hamı oradan seçim edib hədiyyəsini alır. Beləcə eyni hədiyyə təkrarlanmır və həqiqətən də lazım olan şeylər alınır. Düşünürəm ki, belə bir sistem Azərbaycanda da olsa çok güzel olardı. Yəni hər kəs ehtiyacı olan şeyləri bilər və daha düşünülmüş hediyeler alar. Kısacası çok zövqlü, maraqlı ve səmimi bir gün oldu. Bizim üçün də xatirə qaldı. Burada da gördüğünüz gibi maraqlı şeyler hazırlayıblar. Burada ise uşaqlar içecekler içirlər ve kim en tez bitirsə o qalib olacaqdı. Dostlar, Nəşvədən çıxdıq, sonra gəldik Kufil'e. Kufil'də də Diwali bayramı keçirilirdi. Hindistanlıların Diwali bayramını yəqin ki xəbəriniz var, bilirsiniz. Bizi də dəvət eləmişdilər. Hindistanlı dostlarımız tərəfindən bizə dəvət olunmuşduq və getdik. Çok güzel oldu, maraqlı oldu. Güzel rəqslər var idi. Bu balaca qızcığaz bütün səhnəni ələ almışdı. Hər rəqsə demək olar ki iştirak edirdi. Çok güzel də rəqs edirdi. Bizim uşaqlığımız Hind kinoları ilə keçib. Ona görə də belə deyim, Hindistan filmləri olsun, rəqslər olsun, mən çox sevirəm. Əsasda Şahrukh Xan, Amir Xan, onlar yadımdadır. Aishwarya, sizin en çok belə xoşunuza gələn aktyor hansıdır yaza bilərsiniz. Burada da çok minnak balalar baxın rəqs edirlər. En sağdaki oğlan bizim dostumuzun oğludur. O büyük kıza baka baka özünü tekrarlayır.
burada da birisi bir şəxs ortaya daxil olub. Aferin bu uşaqlara. Belə artıq bu uşaqların da rəqsi bitdi. Rəqsdən sonra isə himn səsləndirildi. Artıq himn də səsləndiriləndən sonra yemək vaxtı çatdı. Gördüyünüz kimi belə cərgəyə, daha doğrusu sıraya düzülürlər və hər kəs öz sırasını gözləyir. Burada Amerikada böyle böyük qonaqlıqlar olanda, ad günü tədbirləri olanda plastik qablardan istifadə olunur. Yəni Azərbaycanda kimi normal qablardan istifadə olunmur. Bir dəfəlik qablardan istifadə olunur, sonra isə tullanılır. Bu şəkildə. İndi hər kəsə maraqlı olar ki, Hindistan yeməkləri necə olur? Düzdür, acılı olurlar, amma dadlı olur. Yəni mən sevirəm. Əsasdakı biryani deyə bir aş növü var. Onu çox sevirəm. Bu gördüyünüz fətrin adı çapati olmalıdır, səhv etmirəmsə. Hər gün demək olar ki, bişirirlər, dadlı olur. Bəlkə də görmüş olarsınız seriallarda. Bir də onlar çörək əvəzinə bundan istifadə edirlər. Tez-tez bişirirlər özdə. Bir də burada şirniyyat növü var. Gulabcam olmalıdır, səhv etmirəmsə bunun da adı. Bu şəkildə dostlar, sizə dedim ki, tanış edeyim. Salam dostlarım, hər vaxtınız xeyir olsun. Demək, maşınımız təmirdədir. Dostumla görüşə gedirəm. Belə fikirləşirdim ki, çəkim, çəkməyim. Bir də gördüm belə Tesla maşını var. Dedim sizinlə paylaşım. Bu biraz əvvəl gördüğümdən daha böyükdür. Bunun sahibini görsəm bəlkə deyərdim ki, mənə icazə verərdi ki, içərisini göstərsin. Belə. Sizə də Tesla'nı göstərmiş oldum belə. Alışkanlığım var piyada üçün. Sadəcə Amerikada o qədər maşınlara alışmışıq ki, insan uzun yol çıxanda ağır gəlir, amma gedərkən görürsən ki, o qədər də ağır deyil. Maşın çoxdur, dəhşət. Bir dənə çətin yerdən keçdim. Orada da qaça-qaça getdim. Svetoforda. Burada onsuz ki nəzərə alırlar insanları. İnsanı görən səhət şəkildə sürmürlər. Ona görə şeylədim. İndi istidir. Kurtkamı da götürmüştüm ama çok istedi. Belə buraları da çəkim sizin üçün. Bax burada fərqli evlərdir. Gördüyünüz kimi fərqli ev dizaynları. 3 mərtəbəli. Belə indi isə gedim. Əzbər bilmirəm yolu. Ona görə mapdən baxa-baxa gedirəm. Xəritədən baxa-baxa gedirəm. Burada hərəkət saxlayıram. Dostlar, burada gördüyünüz kimi yolun kənarını, yəni yolu keçməm lazım. Yolu keçmək üçün də maşınları keçir. Çox təhlükəli bir durumdur. Və bəzi yerlərdə belə gördüyünüz kimi piyadalar üçün svetoforlar qoyulur. Və orada elə bir düymə var. Azərbaycanda da var onsuz ki, düymə var. Düyməni basırsan, əgər keç işarəsi varsa piyadalar üçün çox rahatlıqla keçirsən. Ben de keçdim, bu körpünü de keçdim. İnsan bilmediği yere gelende biraz belə deyim, challenge yaşayır. Maşın əsas yoldur, bura maşın çox olan yoldur. Normalde maşından 6 dəqiqə. Baxın havanın gözəlliyinə. Bəh-bəh. Yaxşı ki maşın yoxdur. Maşın olmasa belə məcbur olub gəzmərik. Demişdim ki rəfiqəmdən görüşə gedirəm. Tacikistanlı rəfiqəmdir. Yoldaşı Özbəkistanlıdır. Belə mədəniyyəti bizimkinə çox bənzəyir. Hər dəfədə mənə belə hədiyyələr alır. İndi də ad günüm üçün hədiyyə alıb, sağ olsun. Açmamışam. Dedim sizinlə birlikdə açım. Baxın. Səhv etməmsə bunlar alma halqalardır. Belə bir halqalar alıb. İndi açmaq istəyirəm bunu.
Görün həqiqətən də almadı mı? Aa, o vaxtda anamın elədiyi, biz rak deyirik buna. Alma qurusu. Alma qurusu o qoxu məni vurdu, o günləri xatırlatdı. Ay Allah, çox sağ ol. Aa, baxın, tam təbii. Bilməm hardan aldı, soruşaram. Belə bir məhsuldur. Həqiqətən də çox yumşaqdır. Belə gördüyünüz kimi yumşaq alma dilimləridir. Çox qəşəng, xoşuma gəldi. Sonra baxın, belə bir çox şirin fincan. Bu da tam mənlik. Rəngi falan çox qəşəngdir. Baxın. Üstünə də çay var. Belə çay hədiyəsi qoyublar üstünə də. Çok şirindir. Rengi falan. Ben sevirəm də renkli paltar olsun, renkli şeyler olsun. Bakın. Çok şirindir. Bunu da açmasam ürəyim patlar. Bakın. Belə. Gitmiyordu. Böyle bir şeydi. Çok maraqlı, böyle orijinal şeylerdi bunlar. Tilda. Qəşəngdir. Bir dənə də belə bir paket var. Şirin mi şirin. Bakın. Ay Allah. Thank you so much. Qolbaq alıbdı. Bunda biraz böyük görünür. Bir də balacalaşdırmaq olur. Bax. Əslində istəyirdim. Qolbaqlarım var, düzdür. Bu da qəşəng incə qolbaqdır. Gözəl rəfiqəmə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ancaq indi yox, mənə çox zaman belə bəzi zamanlarım olub ki, o zamanlarda da dəstək olubdu. Və hər zamanda belə işte gözləmədiyin anda hədiyyələr verib. Mənim anam kimidir. Gah yemək qoyurdu, onlara gedəndə gah hədiyyə verirdi. Belə çox ürəyi açıq qızdı. Bir daha təşəkkür edirəm. Thank you so much. You are so beautiful, so kind. And your kindness and thoughtfulness mean the world to me. Thank you so much. Made my day actually. Thank you. I love you. I love you so much. I love you, your daughter and son, your family. Thank you so much. Bu arada videoda qeyd eləmişdim ki, mənim baldızım, mən baldız sözünə o qədər də xoşum gəlmir, bacı deyirik, mənim bacım mənə pul hədiyyəsi göndərmişdi ad günümə görə. Belə bir kofta almışam, sizə göstərmədim. Gördünüz də sadəcə demədim. Belə bir kofta aldım, amma hələ alınacaq şeylər var. Hələ ki bunu aldım. Ona da buradan bir daha təşəkkür edirəm. Ötən videoda sadəcə səs, daha doğrusu yazı ilə bildirdim. İndi isə səsli bildirmək istəyirəm. Mənim gözəl bacıma da təşəkkür etmək istəyirəm. Yaxşı ki varsan. Yaxşı ki bizimləsən. O da sağ olsun. Həm öz ailəsinə, həm bizim ailəmizə dəstək olur. Hər zaman atamıza kömək eləyir. Bizi də əvəz eləyir. Buna görə ona təşəkkür etmək istəyirəm. Sən də buradan öpürəm mənim gözəl bacım. Çox sağ ol. Allah razı olsun səndən. Onsuz ki Allah hər bir insanın gördüyü hər bir işi görür, dəyərləndirir. İnşallah Rabbim elədiklərinə görə bizim üçün, özünüz üçün elədiklərinə görə inşallah səni Firdevs cənnətinə qoysun. Həqiqətən də heç bir xeyir iş onsuz ki faydasız qalmır. Heç bir xeyir iş yerdə qalmır. Onu Allah ya bu dünyada ya o dünyada mütləq ki dəyərləndirir, savablarını yazır. Belə nedense bugün sonunu belə duyğusallığa bağladım. Bilmem bundan sonra video çəkəcəm ya yox. Görək bizə bu video, bu vlog nələr göstərəcək. Burada hələlik.